Salam hörmətli izləyicilər, xoş gördük sizləri Sahlənin Mətbəx kanalında. Əziz izləyicilər, bugün biz çoban salatı hazırlayacağıq. Bunun üçün bizə nələr lazım olacaqdır? Deməli, bibar, soğan, pomidor, xiyar, göylərdən də indi hansı göy istəsəz, reyhan, kişniş zat istəsəz əlavə edə bilərsiniz və bir də pendir. Deməli əziz izləyicilər, çox adam deyir ki, buna pendir getmir. Təbii ki, duz yox da zövqə görə. Əziz izləyicilər, çox adam deyir ki, buna pendir getmir. Ancaq bu çoban salatının əhvalatı, belə deyək də, əfsanəyə görə bu bizim milli salatımızdır. Necə olub bu yaranıbdır? Deməli, çoban özü ilə bunları götürüb, bu tərəvəzləri, bibar, pomidor, xiyar, göy-göyərti və gedib sürüsü ilə bir yerdə oturaraq bunları doğrayıb və üzərinə də pendir töküb yeyib və belə çoban salatı alınıbdır. Ona görə buna pendir də gedir. O pendir getməyənlər adi salatdır. İndi başlayırıq bunları hazırlamağa. Deməli, əziz izləyicilər, birinci xiyarımızdan başlayaq. Xiyarı bax belə edib. Mən 4 yerə bölməyi xoşlayıram. Kim necə istəyir, yəni dilim-dilim də doğraya bilərsiniz. İstəsəz belə deyim, samavaridə doğraya bilərsiniz. Mən bax belə xoşlayıram. Onun üçün belə edirəm. Yəni əslində belə olmalıdır. Bax bu şəkildə. Beləcə doğradıq xiyarlarımızı. Çox xiyar mən xoşlamıram. Ona görə elə bu qədər kifayətdir. Pomidorumuzu doğrayaq. Zoğunu çıxardırıq. Pomidorumuz böyük olduğundan onu bax beləcə 3 yerə bölürük. Və bax bu şəkildə beləcə doğrayacağıq. Bax belə. Pomidorumuzu doğradıq. Bibarımızı doğrayaq. İçinin tomunu çıxardırıq. Və bibarlarımızı da belə samavari doğrayırıq. Biberlərimizi də doğradıq. Soğanımızı bax belə bu şəkildə doğrayırıq. Göylərimizdən isə əziz izləyicilər, reyhan, kişniş, yəni nə olsa zövqə görə belə doğrayırıq. Kim nə göyü xoşlayır. Mən kişnişlə reyhanı bax beləcə xırda-xırda doğrayıb və salatımızın üzərinə tökürük. Ətri ucu artıq vurdu. Çox gözəl ətri var. Deməli əziz izləyicilər, gördüyünüz kimi salatımızı belə doğradıq. Üzərinə duz əlavə edirik və yaxşıca qarışdırırıq.
eləcə qarışdırırıq. Artıq demək olar ki, salatımız hazırdır. Boş qaba qoyub üzərinə də pendir tökəcəyik, artıq hazırdır. Deməli, əziz izləyicilər, gördüyünüz kimi belə qoyduq və üzərinə də pendirimizi belə qıraraq belə üzərinə pendiri əlavə edirik. Yəni bax, əsl çoban salatı yəni budur. Bəzi insanlar deyir pendir getmir, yox. Çoban salatına pendir gedir. Bax belə. Hazırladıq. Artıq bizim çoban salatımız hazırdır. Belə. Bu qədər. Hər kəsə təşəkkürlər. Hazırlayın və hər kəsə nuş olsun. Sağ olun əziz izləyicilər. Salamat qalın.